Salam aleykum. Sizə bir dənə yaxçı çıxarmışam satışa. Tam əşyalı 59.500 manat. Verdin, bu evi verdim sənə. Oldu nə? Gəllə mənə. Qəşəng bir ev. Harda? Masazırda. Masazırda tam sonra çatmamış Zeynəb var. Oradan dönüb gəlirsən, çıxırsan bu evin üstünə. Yəni ev yiyələrinin dediklərinə görə buranı su tutmayıb. Yəni mən yalan danışaram da, buranı su tutmayıb. Yəni ev yiyəsinin dediyinə görə buranı su tutmayıb. Qazı var, işığı var, suyu var, hər bir şeyi var, şotikləri var, şam ağacları var. Nə istəyirsən bu evdə var. Kimlər də ev satmaq istəyirsə, müraciət eləyə bilər. İstəyir makrel olsun, istəyir şəxsi ev satanlar olsun, istəyir bina evləri olsun, fərqi yoxdur. Hamısına çəkilişə gəlirəm. Pulsuz çəkirəm, satıram. Sonra pulumu alıram. Satandan da, alandan da. Hər iki tərəfdən mən pulumu alıram. Bax, girdik. Belə bir geniş, görürsünüz, geniş koridordur. Bax, burada geniş belə bir zalımız var. Bu zalda nə görürsən qalır. Pərdə, mərdə. Bir dənə bu evdən nə götürüləcək? Elektron əşyalar. Televizor, paltaryan, xaldenik. Yox, qalan evdən nə görürsənsə qalır. Burada da hamam samuzelimizdir. Baxın. Burada da geniş belə bir yenə otaqlar həqiqətən çox genişdir. Burada da geniş belə bir yataq otağımız var, görürsünüz. Geniş yataq otağımızdır. Burası buraya yataq eləməyib də o. Burada da geniş belə bir mətbəximiz var. Kuxnadan bir dənə paltaryan götürüləcək, bir də ki xaldenikdə yox, kuxna mebeli zad evin içində qalacaq. Burada da geniş belə bir yataq otağımız var. Qəşəng taxtımız, zadımız var. Yəni yaxşıdır. Hamısı qalır evin içində. Qiymət həqiqətən də çox gözəl bir qiymətdir. 59.500 manatdır. Nəqd qiymətdir, kredit deyil. Real alıcılara da inşallah endirim olacaq. Dediyim kimi, kimlər də ev satmaq istəyirsən, müraciət eləyə bilər dostlar. Sağ olun.